Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Əziz qardaşlarım, əziz müsəlmanlar, bugündən etibarən Allahın izni ilə, gücü və qüvvəti ilə Əhlüsünnə vəl Cemaatın əqidəsi kitabına başlayacağıq. Aqidətu Əhlüsünnəti vəl Cemaat, Əhlüsünnə vəl Cemaatın əqidəsi kitabı. Kitaba keçid almamışdan öncə ləbuddur ki, kitab haqqında və kitabı yazan haqqında, kitabı şərh eləyən haqqında və ümumi olaraq əqidə haqqında bir neçə məsələlərə toxunaq. Kitabın müəllifi Əbu Bakr İbni Əbu Davud Əs-Sicistani rahiməhullah, rəhmətən vasiə. Əbu Bakr kunyəsidir. Əslində adı Süleymandır. Əbu Bakr İbn Əbu Davud bildiyiniz kimi İmam Əbu Davud da hansı ki məşhur olan Kutub-u Sünənin Ərbaə, hansı ki 4 kitab var ki onlar hədis kitablarıdır. Onlardan birinin müəllifidir İmam Əbu Davud rahiməhullah. Əbu Bakr Əs-Sicistani onun oğludur. İmam Əbu Bakr Əs-Sicistani Hicrətin 230-cu ilində dünyaya gəlmişdi. Və Hicrətin 316-cı ilində vəfat etmişdi. Rahiməhullah. 86 il yaşamışdı. İmam Əbu Bakr Əs-Sicistani rəhmətullah aleyh 40 bənd əqidə haqqında şeir yazıb və Allahın izni ilə siz də görəcəksiniz ki, əqidə məsələlərində nə kiçiyi, nə böyüyü gözdən qaçırmadan hamısını bu 40 bənd şeirlə Subhanallah öz kitabında yerləşdirmişdir. Kitabı bir neçə alimlər şərh eləyib və sizin tanıdığınız, bildiyiniz Şeyx Salih Əl-Fəvzan Həfizəhullah da kitaba geniş şərh verib. Əslində bir neçə məqsədimiz var bu kitabı seçməkdə və məqsədlərimizdən biri də odur ki, bilmək lazımdır ki, yəni keçmiş alimlər hamısı Əhlüsünnə vəl Cemaat, Sələf Salihin mənhəci üzərində olublar. Fikir verin, Subhanallah, Hicrətin 230-cu ilində, hansı ki, rəhmətullah aleyh, böyük imamlardan olan, böyük Sünən kitablarının birinin müəllifinin oğlu, İmam Əbu Davudun oğlu. Hansı ki, İmam Əbu Davud da Əhməd ibn Həmbəlin tələbəsi olub. Subhanallah, fikir verirsiniz. Rahiməhullah. Və 40 bənd şeir, biraz öncə dediyim kimi, həmin bu şeirləri bir-bir Şeyx Salih Əl-Fəvzan şərh eləyib. Kitab haqqında, əlhamdülillah, qısa da olsa məlumat verdik. Və bəzi məsələlər var ki, əqidə haqqında və bizə lazım olan məsələlərdir. Bunları öyrənmək ləbuddur. İstərsə əqidə elmində, istərsə başqa elmləri öyrənməkdə insana ən birinci lazım olan nədir? İnsanın, müsəlmanın ixlaslı olmasıdır. Gərək elm tələbəsi, xüsusilə də əqidə elmini öyrənən tələbələr bu məsələlərə gərək ciddi şəkildə fikir versinlər. İxlas bütün məsələlərin başındadır. Nəinki elm, hətta digər ibadətlər də, Subhanallah, digər ibadətlər də gərək bütün ibadətlərdə insan ixlaslı olsun. Müsəlman gərək ixlaslı olsun ki, çünki bildiyiniz kimi, barakallahu fikum, iki şərt var ki, Allah Subhanahu wa ta'ala bu iki şərtlə insanın əməllərini qəbul edir. Bunlardan birincisi ixlasdır, ikincisi də Muhammed sallallahu aleyhi və səlləmə tabeçilik. Muhammed sallallahu aleyhi və səlləmə tabeçilik. İxlas haqqında Quran-ı Kərimdə bir neçə ayətlər var. Və həmçinin Peyğəmbərimizin sallallahu aleyhi və səlləm sünnəsində neçə hədislər vardır. Sizə Allahın kitabından bir ayəni oxuyacağım və bu ayənin haqqında çalışacağım ki, biraz dayanam. Allah Subhanahu wa Ta'ala şərəfli kitabında buyurur ki,
İbrahim ve İsmail aleyhisselam hakkında وَاِذْ يَرْفَعُ إِبْرَاهِيمُ الْقَوَاعِدَ مِنَ الْبَيْتِ وَإِسْمَاعِيلُ رَبَّنَا تَقَبَّلْ مِنَّا اِنَّكَ أَنْتَ السَّمِيعُ الْعَلِيمُ. O zaman İbrahim ve İsmail müqəddəs evin bünövrəsini, yani Kəbənin müqəddəs evin bünövrəsini qaldırarkən belə dua etdilər. Ey Rəbbimiz, bunu bizdən qəbul et. Həqiqətən sən eşidənsən, bilənsən. Allah Subhanahu wa Ta'ala onların bizə ixlaslı olmaları haqqında xəbər verir. Və həmçinin bunun müqabilində Allah Teala bizləri çağırır ki, biz onun ayətləri haqqında təfəkkür edək, tədəbbür edək, düşünək. Gəlin bu olmuş hadisəni fikirləşək, Subhanallah. Düşünün ki, İbrahim və onun oğlu İsmail, Allahın salamı olsun onlara, bütün peyğəmbərlərə, bizim peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve sellemə də. Onlar evi tikdikdən sonra, bünövrəni ayətdə eşitdiyiniz kimi qaldırdıqdan sonra əllərində olan alətləri bir kənara qoyub, Subhanallah, əllərini Allaha qalxızıblar ki, Rabbənə təqabbel minnə. Ey Rəbbimiz bizdən qəbul elə. Onlar bilirdilər ki, nədir? İxlas mühümdür. Onlar bilirdilər ki, baxmayaraq ki, Subhanallah, tabeinlərdən biri deyir ki, İbrahimlə İsmailin əməlindən nə gözəl əməl ola bilər ki? Yəni, İbrahimin əməli, İsmailin əməli, ondan başqa, yəni, digər əməllər ola bilərmi ki, onun kimi gözəl əməl olsun? Allahın evini tikiblər, buna baxmayaraq nədir? Qorxu içərisindəydilər. Qorxu içərisindəydik. Həqiqi ixlas budur. Həqiqi ixlas budur, Subhanallah. Qorxu içərisindəydilər ki, Allah bizdən qəbul edəcəkmi? Çünki nəyə görə? Digər ayətlərdə keçir ki, Allah Subhanahu wa Ta'ala Maidə surəsində buyurur ki, İnnəmə yətəqabbəlullahu minəl muttaqin. Həqiqətən Allah müttəqi olanlardan qəbul edir. Necə ki, sahabələrdən də varid olub ki, Əbu Darda radiyallahu anhudan, Ali ibn Əbu Talibdən və digər sahabələr deyiblər ki, bilsəydik ki, Allah bizim 2 rükət namazımızı qəbul edib, ölümü təmənni edərdik, Subhanallah. Ölümü təmənni edərdik ki, əlhamdülillah ki, Allah bizdən bu 2 rükət namazı qəbul etdi. Ona görə fikir verirsiniz, həmişə salih insanlar qorxu içərisində olublar. Burada bizim üçün də işarələr var ki, biz də bütün əməllərimizdə qorxmalıyıq ki, Allah Subhanahu Teala bizdən qəbul edəcəkmi, yoxsa yox? Həmişə bunu insan gərək fikirləşsin, müsəlman gərək, xüsusən də elm tələbəsi. Sonra barakallahu fikum, Allaha dua etmək. Allaha dua etmək, gecə gündüz ki, Allahım, məni örgət. Xüsusi olaraq da əqidə məsələləri məni örgət. Çünki Allah sizdən razı olsun. Yəni, necə ki, gələcək dərslərdə gələcək inşallah. Əqidə insanın gərək bədənindən axan qanı olsun. Yəni, bədən damarları olsun. Damarlarından axan qanı olsun. Subhanallah. Əqidə məsələləri gərək bu cürünə örgənək. Allaha dua etmək ki, Allahım, məni örgət. Çünki bilmək lazımdır ki, müvəffəqiyyət Allahın əlindədir. Tevfik Allahın əlindədir. Allah kim istəyirsə onu müvəffəq edir. Subhanahu wa ta'ala. Sonra hansı ki o məsələlər lazımdır, kitabdan öncə, hansısa bir məsələyə başlamamışdan öncə, hansısa bir ibadətə başlamamışdan öncə, nəinki kitab oxumaq, nəinki elm öyrənmək, bütün ibadətlərdə bu cür nədir, Subhanallah. Bütün ibadətlərdə bu cür nədir. Kimsə səhər sübh namazına durub, cəmaat namazına gedirsə, elə fikirləşməsin ki, bu onun özünün qüvvəti ilə olur, gücü ilə olur. Xeyr, vallahi, tevfik Allahın əlindədir. Müvəffəq edən Allahdır, Subhanahu wa ta'ala. Ona görə bu ibadətlər üçün Allaha dua etmək lazımdır ki, Allahım, məni müvəffəq elə. Sübh namazına məni müvəffəq elə, gündüzlər oruç tutmağa, gecələr namaz qılmağa və digər ibadətlərə. Və həmçinin digər bir məsələ, səbirli olmaq. Səbirli olmaq. Səbir bütün məsələlərin başındadır yəni, Subhanallah. Səbirli olmaq, elm öyrənmək üçün səbirli olmaq lazımdır. Sizə bir misal verəcəm. Baxın, bizlərdən hər hansı birimiz məktəbdə oxuyarkən 1-ci sinif, 2-ci sinif, 3-cü sinif, 4-cü sinif, ta 11-ci sinifə kimi. Heç elə adam görmüşsünüzmü ki, eşitmişsinizmi ki, bir nəfər tələbə 1-ci sinifi oxuyub, sonradan 5-ci sinifi oxuyub. 5-ci sinifdən 10-cu sinifə keçib. Xeyr, bu istəsə də, istəməsə də bu illərə səbr etməlidir. Fikir verin, Subhanallah. Dünyavi fənlərdir, dünyavi elmlərdir. Bəs Allahın dini nədir? Allahın dini daha üstündür, daha avlədir. Ona görə gəl insan səbirli olsun. Səbirli olsun ki, hətta nail olsun. Dedi ki, Allaha dua etmək.
Dedi ki, Allaha dua etmək, Subhanahu teala. Baxın, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm dünyada olan şeylərdən heç birini Allahdan ziyadə olaraq istəməyib. Tək elmdən başqa. Fikir verin, elmdən başqa. Elm haqqında Allaha, necə ki, Allah Subhanahu teala onun dilindən buyurur ki, وَقُلْ رَبِّ زِدْنِي عِلْمًا De ki, ey Rəbbim, elmimi artır. Ey Rəbbim, elmimi artır de. Fikir versiniz. Allah Resulü sallallahu aleyhi ve sellem nə qadınlardan, nə dünya malından, nə var dövlət, nə oğul uşaq, heç bir şey üçün ziyadəsini istəməyib, ancaq elmdən başqa. Sallallahu aleyhi və səlləm. Və həmçinin sizin bildiyiniz səhər və axşam zikirlərində keçən dualardan məşhur olan duadır. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Allahümmə inni əsəlükə ilmən nafi'an və rızqan tayyibən və əmələn mutaqabbələ. Fikir verin, yəni bu hədisin şərhində alimlər, mühəddislər hədisi şərh eləyərkən deyirlər ki, Allah Resulü sallallahu aleyhi ve sellem burada faydalı elmi önə gətirdi. Yəni elmi birinci istədi, sonra rozunu və qəbul olan əməli. Niyə görə bu belədir? Ona görə ki, insan elmlə bilir ki, ona gələn ruzu halaldır, yoxsa haramdır. Elmlə bilir ki, onun əməlləri qəbuldur, yoxsa qəbul deyil. Sonra başqa bir məsələ, madam ki biz tövhiddən danışırıqsa, tövhid məsələlərini öyrəniriksə, tövhid haqqında elm əhlinin arasında, elm əhli tərəfindən bir deyim var ki, hansı ki, deyirlər ki, Ət-Təvhidu huvə əvvəlu vacibin və huvə ə'zəmu vacibin və huvə əxiru vacibin. Nə deməkdir bunlar? Tövhid ən birinci vacibdir. Ən birinci vacib tövhiddir. Buna dəlil nədir? Dəlil oldu ki, Allah Resulü sallallahu aleyhi ve sellem Muaz bin Cəbəl radiyallahu anhunu Yəmənə göndərərkən ona deyir ki, ey Muaz, kitab əhlinin yanına gedirsən, xristiyanların, onlara ən birinci öyrədəcəyin, ən birinci deyəcəyin nə olsun? Tövhid olsun. Fikir verirsiniz, əvvəl vacib, ən birinci vacib. Və huvə ə'zəmu vacib və ən əzəmətli vacibdir. İkinci. Buna dəlil nədir? Dəlil odur ki, Allah Subhanahu wa ta'ala Əz-Zariyət surəsinin 56-cı ayəsində buyurur ki, وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ Hamınızın bildiyiniz məşhur ayədir. Mən cinləri və insanları ancaq mənə ibadət etmək üçün yaratdım, deyə buyurur Subhanahu wa ta'ala. Bu ayənin təfsirində İbn Abbas deyir ki, radiyallahu anhu, ey liyuvahhidun, ey yuvahhidun, yəni bir mənada, yəni bir Allahı təkləşdirmək, Allahı təkləşdirmək, ey yuvahhidun, üzr istəyirəm, liyuvahhidun yox, yuvahhidun. Buradakı ləm, ərəb dili bilən qardaşlar bilirlər, ləmul qayədir burada, ləmul qayədir. Bəli. Bu ikinci, hansı ki, və huvə ə'zəmu vacib, ikinci dəlil üçün olan ayədir ki, Allah Subhanahu taala buyurur ki, mən insanları və cinləri ancaq mənə ibadət etmək üçün xəlq etdim. Sonra və huvə əxir vacibun. Bu nə deməkdir? Necə ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, mən kənə əxiru kələmihi la iləhə illallah daxaləl cənnə. Kimin axırıncı kəlməsi la iləhə illallah olarsa, cənnətə daxil olar. Yəni, ölüm ayağında kimin axırıncı kəlməsi la iləhə illallah olarsa, Allah bizlərə də nəsib eləsin, Subhanahu teala. Allah bizlərə gözəl sonluq nəsib eləsin, Subhanahu teala. Biz də bu dünyadan köçərkən la iləhə illallah demək Allah teala bizlərə nəsib eləsin. Deməli, və huvə əvvəl vacibin, birinci vacib odur ki, hansı ki bunu biraz önce dedim ki, Allah Resulü sallallahu aleyhi ve sellem Muaz bin Cəbəli göndərəndə Yəmənə, dedi ki, ən birinci onlara tövhididir. Və huvə ə'zəmu vacib. Buna da dəlil Əz-Zariyət surəsinin 56-cı ayəsində olan ayə. Və huvə əxiru vacib. O da ən axırıncı vacib də nədir? Kimin ən axırıncı kəlməsi ilə ilə illallah olarsa. Sonra biz, madam ki dedik ki, ibadət haqqında, tövhid haqqında danışırıqsa, bunları inşallah bu dərsdə hamısını öyrənək. Sonra Allahın izni ilə gələn dərsdən kitaba keçid alacaq inşallah. Həmişə eşidirik. Əl-ibadə, ibadət. Nə deməkdir ibadət? İbadət o deməkdir ki, necə ki buna Şeyxülislam və digər sələf alimləri belə bir tərif veriblər ki, Əl-ibadətu hiyə ismun cəmi'un likulli mə yuhibbuhu Allahu və yardah minəl-əqvali vəl-ə'məli əl-batinəti vəl-zahirə. Uca Allahın sevib razı qaldığı gizli və aşkar söz və əməl ibadətdir.
Deməli, kimsə soruşsa ki, ibadətin tərifi nədir? Deyirik ki, Allah Subhanahu wa Ta'ala'nın sevib və razı qaldığı gizli və aşkar söz və əməl ibadətdir. Fikir versin, sevib və razı qaldığı. Gizli və aşkar. Ola bilsin ki, ibadətlər gizli olsun, ola bilsin də nədir? Aşkarda olsun. Gizli ibadətlər üçün də bildiyiniz kimi qəlb ibadətləri. Nə qədər ibadətlər var ki, qəlbdə olan ibadətlərdir. Və aşkarda olan ibadətlər. Bunları Allah Subhanahu wa Ta'ala sevib razı qalırsa, sözlər, əməllər bu nədir? İbadətin tərifidir. İbadətin tərifidir. Sonuncu məsələ, sizi çox yormayım. Birdən kimsə soruşsa ki, kimsə desə ki, həmişə siz danışarkən və yaxud elm əhli danışarkən deyirlər ki, alimlər, elm tələbələri, tövhidin 3 qismi var. Tövhid 3 qismə bölünür. Niyə görə bu təqsimatı vermişsiniz? Niyə görə bu qismlərə bölmüşsünüz tövhidi? Bunları hardan almışsınız? Cavab olaraq deyirik ki, bunlar əslində nə cürdür? Bu, istiqra və tətəbbü, yəni nəticəsində baş verib. İstiqra və tətəbbü deməkdir ki, yəni araşdırmalar, baxmalar, görmələr, axtarmalar nəticəsində olub bu. Yəni bir mənada Quran-ı Kərimə baxılıb, Peyğəmbər sallallahu əleyhi və səlləm sünnəsinə baxılıb və İslam dininə baxılıb, görülüb ki, nədir? Tövhid 3 qismdən ibarət. Tövhid 3 qismdən ibarət. Yaxşı, belə deyək. Nə cür ki, başqa, yəni, deyək ki, istərsə ərəb dilində, istərsə usul elmində, istərsə təfsirdə bu təqsimatlar var başqa yerlərdə də. Başqa fənlərdə də var. Nə cür ki, ərəb dilində, ərəb dili bilən qardaşlar bilirlər. Ərəb dili qrammatikasında həmişə müəlliflər, ərəb dili müəllifləri kitablarına başlayarkən belə başlayırlar ki, əl-kələmu, kəlam haqqında xəbər verirlər. Deyirlər ki, əl-kələmu yanqasimu ilə tələsət aqsam. Kəlam 3 qismə bölünür. İsmun və fi'lun və hərfun. İsim və feil və hərf. Yaxşı, onda biz deyə bilərikmi ki, bunları hardan almışsınız? Cavab olaraq soruşlar deyəcəklər ki, Allahın kitabına baxmışıq, Muhammed sallallahu əleyhi və səlləm sünnəsinə baxmışıq və ərəb şeirlərinə, ərəblərin lüğətinə baxmışıq. Belə qərara gəlmişik ki, həqiqətən kəlam bu 3 qismdən kənara çıxmır. Lə rabi'lə, 4-cü qismi yoxdur. Hər hansı bir söz, istərsə hər hansı bir söz olursa olsun, ya bu isim olmalıdır, ya feil, ya da nədir? Hərf. Yaxşı, başqa usulçular yanında deyək ki, muqayyəd var, mutlaq var, muqayyəd var. Bunları hardan aldılar? Onlar da istiqra və tətəbbü nəticəsində görüblər. Və həmçinin təfsirçilərdə, təfsir alimlərində nəsikh var, mənsux var. Bunlar hardan alınıb hamısı? Bunlar da biraz öncə dediyim kimi. Barakallahu fikum. Quran-ı Kərimdə bir ayət var. Həmin bu tövhidin 3 qismini əhatə edir. Bildiyiniz kimi tövhid 3 qismə bölünür. Ər-rububiyyə və uluhiyyə, əsmə və sifət. Rububiyyə tövhidi, uluhiyyə tövhidi və ad və sifətlər. Allah Subhanahu wa Ta'ala Kərim olan kitabında buyurur ki, Rabbus semavati vel ardı və mə beynəhumə fə'budhu və stabir li'ibadəti. Həl ta'ləmu ləhu səmiyyə. Subhanallah. Ayətin əzəmətinə fikir verin. Uca Allah buyurur ki, o göylərin, yerin və onların arasında olanların Rəbbidir. Elə isə yalnız ona ibadət et və ona ibadətdə səbirli ol. Heç ona oxşarını tanıyırsanmı? Heç ona bənzərini tanıyırsanmı? Subhanallah. Gəlin bu ayəti təfəkkür edək, görək burada doğrudan da tövhidin 3 qismi varmı? Əlbəttə ki. Birinci cümlədə Allah Subhanahu buyurur ki, o, yəni Allah, göylərin, yerin və onların arasında olanların Rəbbidir. Bu, rububiyyə tövhidinə dəlalət edir. İkinci cümlədə, elə isə yalnız ona ibadət et. Həmişə nə deyirik? İyyəkə nə'budu və iyyəkə nəstə'in. Yalnız ona ibadət et və ona ibadətdə səbirli ol. Bu nədir? Uluhiyyədir. Sonra Allah Subhanahu buyurur ki, Həl ta'ləmu ləhu səmiyyə. Heç ona oxşarını tanıyırsanmı? Subhanallah. Gələcəkdə inşallah daha geniş danışacağıq Allahın izi ilə. Ad və sifətlər tövhid haqqında, rububiyyə, uluhiyyə haqqında. Necə ki, başqa yerlərdə də Allah Subhanahu özünün bənzəri olmamağı haqqında xəbər verir. Leysə kəmitlihi şeyun və huvəs-səmiyyul basir. Allahın heç bir bənzəri yoxdur, o eşidəndir, görəndir. Subhanahu və Teala. Gələn dərsdən Allahın izi ilə, Allahın gücü qüvvəti ilə kitaba keçid alacağıq. İnşallah ki, kitaba başlayacağıq. Allahdan diləyirəm ki, Allah Subhanahu Teala eşitdiklərimizi bizim üçün faydalı etsin. Allah Teala bizləri müvəffəq eləsin bütün xeyirlərə. Allah Teala bizi sözlərimizdə və əməllərimizdə ixlaslı olan qullarından etsin. Subhanakallahumma bihamdik, əşhədu an la ilahe illa ente, əstəğfiruka və atubu ileyk.